Mən təəssüflər olsun, bu günlərdə bəzi valideynlər övladlarını evlənməmişdən əvvəl onlara nəsihət edərkən deyir, haqqının yeyilməsinə imkan vermə. Bu qızına nəsihət edir. Zahirən yaxşı sözdür ki, bəli, qıza hüquqları uğrunda mübarizə aşılanır falan, amma hüquq uğrunda mübarizənin ən uğursuz yeri ailədir. Ailə bir rəqabət mühiti deyil ki, kim üstələyəcək və kim hüququnu tələb edəcək. Ailə fədakarlıq, bəli, insan ictimai münasibətlərdə hüququnun tapdalanmasına razı olmamalıdır. Amma ailədə həmin o fədakarlıq insanlara aşılanmalıdır. Ailə bizi özümüzlə tanış edən bir mexanizmdir. Ailə bizim zəifliklərimizi bizə tanıtdıran bir məkandır. Həqiqətən də insanın həqiqi kimliyi ailə münasibətlərində özə çıxır. Biz dostların içində özümüzü gizlədə bilirik. Sənə qurban olum, nə qulluğum var filan, bu nə yaxşı oğlandır. Amma evə qayıtdığı zaman hər gün gördüyü insanlarla davranışı onun həqiqi kimliyini göstərir. İnsan orada özünü gizlədə bilmir. İnsanın ona görə şəxsiyyətinə qiymət vermək üçün onun ailə münasibətlərinə baxmaq lazımdır. Və ailə sanki Allah belə tənzim edir ki, qarşı tərəf, evləndiyimiz, ailə qurduğumuz tərəf, onda olan bütün xüsusiyyətlər sanki bizim daxili nöqsanlarımızla həmahəngdir. Sanki bunu bizə təyin ediblər ki, bunun vasitəsilə mən tərbiyələnməliyəm. Bunu insan doğrudan da baxdıqda görür ki, Allahın təqdiri burada özünü çox qabarıq şəkildə göstərir. Yəni, bunu məsciddə də çox demişəm. Bizə də indi müraciət edirlər də, doktor bayaq dedi ki, gecə 4-də də bizə zəng edirlər və həkim cavab verməlidir. Biz də elə həkimlərin günündəyik və hətta mesaja cavab verməyəndə təhqir edirlər ki, sən təkəbbürlüsən filansan. Yəni, çətindir. Bütün problemlərin ilahiyyatçılar tərəfindən həll olunacağını düşünürlər, amma bu bizim üçün bir məsuliyyətdir və bəzən də ailələr müraciət eləyir boşanmaq üçün, bizlə məsləhətləşməyə falan. Orada adətən işlənilən sözlərdən biri ki, xasiyyətimiz düz gəlmir. Xasiyyətimiz düz gəlmir. Mən deyirəm ki, xasiyyət elə düz gəlməməlidir. Xasiyyətin düz gəlməməyi elə ailənin möhkəmlənməsi üçün əsas səbəblərdən biridir. Bəli, xasiyyətlər düz gəlməməlidir. Müəyyən ziddiyyətlər olmalıdır və o ziddiyyətləri həzm etməklə böyüməliyik. Bəs necə böyüyək? Hansı şəkildə biz inkişaf edə bilərik? Xasiyyətlərin düz gəlməməsi ailə münasibətlərində ən başlıca məsələdir və insanlar o zaman böyüyür. Biz ailələrimizdə bunu görmüşük. Ana hansısa bir atanın səhv hərəkətini həzm edir, üzə vurmur. Ata bu şəkildə və görürsən ki, bu illərlə ailə bağları möhkəmlənir. Amma biz ideal insanlar axtarırıq ki, o mənim bütün tələblərimə cavab versin. Bu da deyir, bu mənim tələblərimə cavab versin. Nəticədə ailənin davamlılığı sual altına alınır. Ona görə də ailə məsələsi istənilən məsələ kimi